Salam, hörmətli müdavimlər və müəllimlər. Mən Fəridə Alqayeva, Taimdə ibtidai riyaziyyat üzrə təlimçi. Əvvəlcə sualımızla tanış olaq. Aralarındakı məsafə 75 km olan iki məntəqədən eyni zamanda qarşı-qarşıya sürətləri saatda 12 və 13 olan iki velosipedçi yola düşdü. Birinci velosipedçi ilə eyni zamanda çıxan və sürəti saatda 24 olan it, ikinci velosipedçi ilə rastlaşaraq yenidən birinci velosipedçiyə doğru qaçır. İt birinci velosipedçi ilə rastlaşır və yenə ikinciyə doğru qaçır. Bu qayda ilə it velosipedçilər görüşənə qədər qaçır. İt neçə kilometr yol qaçır? Məsələnin şərti ilə tanış olduqda əvvəlcə bizə şərt çox qarışıq gələ bilər. Deməli, əsas hissə velosipedçilər görüşənə qədər. Baxın, bu şərtə diqqət etmək lazımdır. Velosipedçilər qarşı-qarşıya hərəkət edirlər və 24 sürətlə hərəkət edən it birinci velosipedçiyə çatır, sonra geri qayıdır, ikinciyə çatdıqdan sonra yenidən istiqamətini birinci velosipedçiyə tərəf dəyişir və bu formada it ortada var-gəl edir. Və bu proses nə vaxta qədər davam edir? Velosipedçilər görüşənə qədər. Deməli, biz ilk növbədə 12 və 13 sürətlə hərəkət edən velosipedçilərin görüşmə zamanını tapaq və bilirik ki, qarşı-qarşıya hərəkət etdikdə sürətlər toplanmalıdır və bu zaman biz velosipedçilərin 1 saatda getdiyi yolu tapırıq. Deməli, ikisi birlikdə velosipedçilərin 1 saatda 12 və 13-ü toplasaq, 25 kilometr getdiyini görürük. 12 kilometr ilə 13 kilometri topladım. 25. 1 saatda ikisi birlikdə 25 kilometr yol gedirlər. Və 75 kilometr məsafədə qarşı-qarşıya hərəkət ediblərsə, 75-i 25-ə bölsək, aldığımız 3 onların görüşmə zamanını göstərir. Yəni, velosipedçilər 3 saatdan sonra görüşdülər və it onlar arasında hərəkət edirsə, deməli, it də 3 saatdır ki, hərəkətdədir. Və onun sürəti 24 olduğuna görə 24-ü də 3-ə vursaq, velosipedçilər görüşənə qədər itin getdiyi yolu tapmış oluruq. Yəni, sualımızın cavabı 72 kilometr olacaq. Növbəti sürət məsələlərinə aid olan sualımız da qarşı-qarşıya olan hərəkətə aid misal tipidir. Sualla tanış olaq. A və B-dən sürətlərin nisbəti 3-4 olan iki idmançı eyni vaxtda qarşı-qarşıya hərəkət edirlər. Onlar 12 saniyə sonra görüşərsə, sürəti az olan idmançı bu məsafəni neçə saniyəyə qaça bilər? Bu hissədə bizim fikrimizi nə qarışdıra bilər? Sürətlərin nisbəti 3-ün 4-dədir, burada isə vaxtı saniyə ilə verib. Yəni, biz düşünə bilərik ki, sürətlər nisbəti, yəni burada sürət kilometr böl saatla ifadə olunur, yoxsa metr böl dəqiqədir, yəni hansı vahidlə verilib? Əslində, sürətlərin nisbəti kilometr böl saat olanda 3-ün 4-dədirsə, metr böl saniyə ilə ifadə olunsa da 3-ün 4-dədir. Yəni, sürət nisbəti orada fərq etməyəcək. Ona görə biz A-dan çıxan maşının sürətini, daha doğrusu A-dan çıxan idmançının sürətinin 3x olduğunu fərz edək, 3-ün 4-ə nisbətinə görə B-dən çıxanın da sürəti 4x-dir. Və 12 saniyədən sonra görüşürlərsə, deməli, görüşmə anına qədər A-dan çıxan 3x-in 12-yə hasilini tapsaq, 36x metr, 36x yol gedəcək. B-dən çıxan isə həmin o görüşmə anına qədər 48x yol gedəcək. Deməli, onların yolu, yəni qət edəcəkləri yol cəmi 36 ilə 48-i toplasaq 84x-ə bərabər olacaq. Sürəti az olan idmançı bu məsafəni neçə saniyəyə qaçar? Sürəti az olan gördüyümüz kimi A-dan hərəkətə başlayan idmançıdır və onun sürəti 3x-dir. Getdiyi yol 84x-dir. Zamanı tapmaq üçün 84x-in
3x-a nisbətinə baxsaq, olacaq 28. Yəni, sürəti az olan idmançı bu məsafəni 28 saniyəyə qaça bilər. Sürətə aid növbəti məsələ tipinin şərti ilə tanış olaq. Aralarındakı məsafə 100 kilometr olan iki məntəqədən eyni zamanda qarşı-qarşıya iki atlı yola düşür və 3 saat sonra onlar arasındakı məsafə 4 kilometr oldu. Əgər atlılar eyni məntəqədən, eyni vaxtda, eyni istiqamətdə çıxsaydılar, 10 dəqiqə sonra onlar arasındakı məsafə 1 kilometr olardı. Sürəti az olan atlı 1 saatda neçə kilometr yol gedir? Əvvəlcə məsələnin şərtini oxuduqda, tanış olduqdan sonra biz qərar verməliyik. Bu məsələ hərəkətin hansı növünə aid olan məsələ tipidir. Bu hissəyə qədər olan yerə diqqət etsək, görərik ki, məsələdə qarşı-qarşıya hərəkətdən söhbət gedir. Və qarşı-qarşıya hərəkətdə bilirik ki, 1 saatda gedilən yolların cəmi tapılıb, zamana hasili onların getdiyi yolları göstərir. Və 100 kilometr iki məntəqə arasındakı məsafədir. 3 saat sonra onlar arasındakı məsafə 4 kilometr olub. Deməli, atlılar qarşı-qarşıya gəldikdə, onlar arasındakı məsafə 4 kilometr qalıbsa, deməli, ikisi birlikdə 3 saatda 100-lə 4-ün fərqini tapsam, 96 kilometr yol gedəcəklər. 3 saatda 96 kilometr gediblərsə, 96-nı 3-ə bölsək 32, onların ikisinin birlikdə 1 saata getdiyi yolu, yəni sürətlərinin cəmini göstərir. Və mən aşağı hissədə qeyd edirəm, sürətlərinin cəmi burada aldığımız 32-dir. Digər şərtə nəzər yetirsək, atlılar eyni məntəqədən, eyni vaxtda, eyni istiqamətdə hərəkətdə isə sürətlərin fərqinə baxmaq lazım idi. Və 10 dəqiqə sonra 1 kilometr. Burada diqqət edək, yuxarıda saat, əvvəlki şərtdə vaxt saatla ifadə olunub, digər hissədə isə dəqiqə ilə ifadə olunur. Ona görə biz belə yazaq. Əgər 10 dəqiqə sonra onlar arasındakı məsafə 1 kilometr olursa, bəs 60 dəqiqə, yəni 1 saat sonra onlar arasındakı məsafə nə qədər olacaq? Və buradan uyğun tənasübdən görürük ki, 6 kilometr olar. Deməli, 1 saat sonra onlar arasındakı məsafənin 6 kilometr olmağı eyni istiqamətli hərəkətdə sürətlərin fərqinin 6 olması deməkdir. Və bu hissədə biz tərəf-tərəfə toplasaq və yaxud da deyirik ki, cəm və fərq verildikdə böyüyünü tapmaq üçün toplayıb 2-yə bölürəm. 32 ilə 6-nın cəminin yarısı olacaq 19. Kiçiyini tapmaq üçün isə çıxıb 2-yə bölürük və yaxud da 19-un qiymətini, x-in qiymətini ifadədə yerinə yazsaq, y-də olacaq nə qədər? 13. Deməli, sürəti az olan atlı 19 ilə 13 bu atlıların sürətini göstərir. Sürəti çox olan 1 saatda 19 gedir, sürəti az olan 1 saatda 13 kilometr yol gedər. Yəni, onun sürəti 13 kilometr olacaq. Cavab B variantı. Ümid edirəm ki, izahlarımız sizin üçün faydalı olacaq. Növbəti izahlarda görüşənədək hər birinizə uğurlar arzulayıram.